Cəmi 30 qəpiyə çöp, şişkinlik, ağırlıq, bu kimi problemlərə bir dəfəyə 30 qəpiyə son qoyacaqsınız. Necə? Mənə diqqətlə qulaq asın. Əgər siz də yemək yeyəndən sonra mədənizdə çöp yaranırsa, şişkinlik varsa, ağırlıq varsa, yemək yeyəndən sonra narahat hiss edirsinizsə, az yemək yemisiniz, amma yenə də toxsazsa, toxluq hissi varsa, mənə diqqətlə qulaq asın. Çünki sizdə həzmsizlik problemi var və həzmsizlik problemi niyə yaranır, necə aradan qaldıra bilərsiniz? Ətraflı şəkildə izah edəcəm. İlk öncə ağ ürək qızardıb bir şəhərəsinə toxunmağı yaddan çıxartmayın. Deməli, gələk həzmsizlik probleminin yaranması səbəbləri. Həzmsizliyin yaranmasının ilk səbəbi mədə-altı vəzdə yaranan problem, ikincisi həzm fermentlərinin çatışmazlığı, üçüncüsü həddindən çox yemək yemək, yəni qida qəbul etmək, dördüncüsü isə həzmə gecikdən qidalar yemək. Yəni bu qidalara yağlı qidalar, ədviyyatlı qidalar və acı qidalardır ki, bunlar həzmi bir qədər uzatdığına görə siz də yemək yedikdən sonra sizdə çöp yaradır, şişkinlik yaradır və bu da sizi narahat edir. Bu problemi necə tez bir zamanda müalicə ilə aradan qaldıra bilərsiniz? Bunun üçün yaxınlaşıb istənilən bir aptekə Mikrazim 10 minlik kapsul alırsınız və yaxud da 25 minlik kapsul alırsınız. Deməli, Mikrazim kapsullarının tərkibində pankreatin var ki, 10 min dozada və ya 25 min dozada. Bu deməli pankreatin ilk olaraq mədə-altı vəzdə olan problemi aradan qaldırır, həzm fermentlərinin çatışmazlığını aradan qaldırır və əsas kapsulasının içərisindəki xırda kapsulalar tez bir zamanda mədədə parçalanaraq xırda kapsulaları yeməyə qarışır və yeməyi daha sürətli şəkildə həzm apardığına görə yeməkdən sonra çöpdür, şişkinlikdir, həzmsizlik kimi problemləri aradan qaldırmağa kömək edir. İstifadə qaydası isə gündə 2 və ya 3 dəfə yeməklə eyni zamanda qəbul etməyiniz kifayətdir ki, yeməkdən sonra yaranan çöp, şişkinlik, həzmsizlik kimi problemlərə son qoysun. Yaxınlaşıb istənilən bir aptekdən əldə edə bilərsiniz. Qiyməti isə həcbə uyğun və münasibdir. Videonu bəyənməyi, paylaşmağı və səhifəmizi də takib etməyi yaddan çıxartmayın.